İnnəmə yuridullah liyuzhiba ankumur ritsə əhləl beyt və yutəhhirəkum təthira. Bu ayə təthir ayəsi deyirlər. Quran-ı Kərimin 33-cü surəsinin 33-cü ayəsidir. Buyurur ki, Allah sizi pak görmək istəyir. İnnəmə yuridullah liyuzhiba ankumur ritsə, zahiri və batini çirkinlikləri, pislikləri sizdən apararaq sizi pak və pakizə xəlq eləyib, sizi pak və pakizə görüb. Bu əhl-i beyt ki, bu ayədə qeyd olunur, burada 5 dənə ali-əba qeyd olunur. Bilirsinizmi bunu niyə qeyd edirəm? Bu günləri məzhəbimizə o qədər dil uzadanlar var, o qədər insanların fikirlərini şək-şübhəyə salanlar var. Belə bir irad irəli sürürlər ki, deyirlər, Xanım Zəhra salamullahi əleyhanın o bətnindəki 5-ci övladı Möhsin ki, siqt olur o hadisədə. Deyirlər, bəs Peyğəmbər salavatullah buyurub ki, mənim əhl-i beytimdən mənə ilk qovuşanı sən olacaqsan. Məyər o İmam Həsənin, İmam Hüseynin qardaşı deyil idimi? O əhl-i beytdən deyil idimi? Məyər o Behişt cavanlarının qardaşı, dövrün zamanın imamı İmam Əlinin, dünya və axirət xanımlar xanımı, Xanım Zəhranın balası, Peyğəmbərin nəvəsi deyildimi? Bəs halbuki o əhl-i beytdən ola-ola Xanım Zəhra salamullahi əleyhadan qabaq gedibsə, Peyğəmbər salavatullahın da məşhur kəlamıdır ki, qızım Zəhra, əhl-i beytimdən ən birinci mənə qonaq olan qovuşanı sən olacaqsan. Deyir, onda bu Möhsinin siqti, bu hadisələr düzgündür, qondarmadır. Belə şübhələrlə məzhəbdə olanları, əqidə olanları azdırırlar, çaşdırırlar. Ona görə möhtərəm cəmaatımız, əziz möminlər, səsimi eşidən, xüsusilə gənc qardaşlarım, bacılarım, sizdən təvəqqi ricamız budur ki, çalışın, məlumatlı olun, çalışın, kitab oxuyun, çalışın, zəngin bilgilərə sahiblənin. Əgər biz təfəkkür üzündən məzhəbimizi mənimsəməsək, bu bənziyir kökü zəif olan ağaca, biraz külək əksə, laxlasa onu aşıracaq. Bu günləri məzhəbini dəyişənlər, müxtəlif təriqətlərə, məzhəblərə düşənlər bilirsinizmi niyə düşür? Çünki həmin o ağacın kökü, bünövrəsi möhkəmdir. Biraz külək əsəndə, yağış yağanda, dibi boşalanda görsən əyilir. Biraz əyləndən, zəif olandan sonra tamamilə aşırır. Ona görə din və məzhəbimizi biz